Evlilik zamanı hamı soruşur, oğlanın evi var, maşını var, ali təhsili var, heç demirlər adamlığı var, imanı var, namazı var, orucu var, dini var. Bunu soruşan olmur. Allah Resulü vədə verib, sərvətə və zahiri gözəlliyə görə ailələr qurulsa Allah onun ikisini də alar onların əlindən. Amma Allaha görə, dinə görə ailə qurulsa Allah həm sərvət verər, həm gözəllik bəxş eləyər. Həyat yoldaşını seçirsən, düzdür. Həyat yoldaşını seçirsən, amma bu hədisi bir daha sizə xatırladım. Burada da müəyyən qədər Allahın təqdiri xüsusi rol oynayır. Hər şeydə Allahın təqdiri var. Həyat yoldaşı seçimində Allahın müdaxiləsi daha çoxdur. Çünki orada çox hikmətlər var. Sən onunla yaşamalısan, onu sənə uyğun seçir milyonların içində. O dərəcədə seçim burada önəmlidir ki, Peyğəmbər buyurur, mən də, İsrafil də mələklər, Cəbrail də, Allahın müqərrəb mələkləri, hamısı dua eləsə ki, filan kəs qismət olsun, Allah yenə öz təqdirində olan ona qismət eləyər. Yəni, Peyğəmbər deyir, bu məsələdə mənim duam da təsirsizdir. Mənim duam da o qədər də önəmli deyil. Allahın xüsusi müqəddəratı var.